şeyx növbəti bir məsələyə toxunur. 13-cü məsələ nədən ibarətdir, qardaşlar? Şeyx deyir ki, əhl-i sünnə cahilliyin üzr məsələsində ixtilaf ediblər. Şirk, böyük şirkdə, yəni ibadəti Allahdan başqasına çevirmək məsələsində cahilliyin üzr olub-olmaması ilə görə ixtilaf ediblər. Necə ki, bunu əhl-i sünnə imamları deyir, təqrir ediblər. Necə ki, İbn Baz rahimehullah Teysirül Aziz Həmid kitabına təliqində ikinci cild 49-cu səhifədə deyir ki, hansı ki ona Şeyx Favzanın təqdimatı ilə olan kitabdır. Deyir ki, "Ləv qalə qail, ya fulan, ya fulan." Bir insan desə ki, ey filan kəsə, ey filan kəsə dua edərsə. Fəqad tənazə'əl uləmə fi təkfirihi alə qavlihin. Bunun hökmündə alimlər iki görüşə deyir, ixtilaf ediblər. İki görüşə ixtilaf ediblər. İbn Baz rahimehullah burada iki tərəfin də sahiblərin ikisinin də alim olduğunu deyirmi? Deyir. Birdən kimsə sənə desə ki, bəs İbn Baz rahimehullahın çoxlu sözləri var ki, cahillik üzr deyil. Deyir ki, bəli, onun başqa sözləri də var ki, cahillik üzrdür. Bu sözü də var, bu sözü də var. Lakin onun həyatında son tərcih etdiyi görüş ki, daha racih olan görüş mənə görə deyir, cahillik üzr deyil deyir. O, onun şəxsi görüşüdür. Biz şeyxin şəxsi ixtiyarından, şəxsi rəyindən danışmırıq. İbn Baz rahimehullah hansı rəyi seçib ondan danışmırıq. Biz nədən danışırıq? İbn Baz rahimehullahın cəhaləti üzr görməsə də belə, məsələnin mötəbər ixtilaf olduğunu deməsindən danışırıq, deyir. Həmçinin eyni şey namaz qılmayanın hökmü məsələsində. Necə ki, Şeyx rahimehullah Həmbəli məzhəbinin görüşünü seçir. Həmbəli məzhəbinin görüşünə görə nə deyir? Namaz qılmayanın küfrünün böyük küfr olduğunu deyirlər. Lakin İbn Baz rahimehullah deyir ki, məsələdə ixtilaf var, əhl-i arasında ixtilaf var və iki görüşdən daha səhih olan nə deməkdir? Asahhal qavlil uləmə deyir. Alimlərin sözündən iki səhih olandan daha səhih. Yəni digəri də səhihdir, daha səhih olan, yəni mənə görə deyir, daha səhih olan onun böyük küfr olmasıdır deyir. Və bu da göstərir ki, məsələnin əslində xilafın olmasını etibarlı saymasına dəlat edir. Eyni şeyi Şeyx Abdülmuhsin Abbad hafizahullah öz namazın şərtləri, vacibləri, rükünləri, şərtləri və vacibləri kitabında Şeyx Abbad hafizahullah danışır və biz bu kitabı tədris eləmişik. O bölünməyə təhiyyatı keçəndə şeyx orada dəlilləri gətirir. Düzdür, şeyx o kitabı yazanda cəhaləti üzr görmə rəyində idi və həmin kitabda da təfsilatlı şəkildə cəhalətin üzr olmasına dəlillər gətirir və biz bu kitabı tədris etmişik. Və məsələdə orada da şeyx gətirir ki, bəli, məsələ ixtilaflıdır. Düzdür, şeyx hafizahullah sonradan bu rəyindən döndü. Yəni düzdür, belə təfsilatlı şəkildə dəlil gətirməsə də dedi ki, mən o rəyimdən dönürəm, şeyxim İbn Bazın rəyinə qayıdıram. Dərsdə biz bunu eşitmişik, biz bunu gizlətmirik. Bəziləri bunlar deyir ki, bunlar gizlədirlər, alimlərin görüşünü gizlədirlər. Xeyr, vallahi. Yəni, burada gizlədəcək bir şey yoxdur. Tutaq ki, mən gizlətdim. Zapis ortada, internetdə var. Kimdən gizlədəcəksən? Niyə gizlədək ki? Şeyx, bəli, dərsdə dedi ki, bir kəlmə, mən bu gündən sonra o rəyimdən dönürəm, İbn Bazın rəyinə qayıdıram, şeyximin rəyinə qayıdıram. Təfsilatlı dəlil gətirdimi? Xeyr. Keçmiş dəlillərə cavab olaraq bir kitab yazdımı ki, mən filan dəlilləri gətirmişdim, cəhalətin üzr olmamasına dəlillərsə filandır, o dəlillərə də bu dəlillərlə cavab verirəm, gətirdimi? Xeyr, gətirmədi. Amma bəli, bəyan etdi ki, mən o görüşümdən qayıdıram. Bu məsələdə ixtilafı təqrir edən alimlərdən biri də Şeyx İbn Hüseymin rahimehullahdır. Liqa Bəb Məftuh 3-cü cild 394-cü səhifədə gətirir ki, İnna savab əl-uzr bil-cəhl. Daha racih olan görüş deyir, İbn Hüseymin rahimehullah deyir ki, daha cəhalətin üzr olmasıdır deyir. Bəl və la yastati'u ahadun an ya'tiya bi dalilin yadullu ala anna al-insana la yu'zar bil-cəhl. Subhanallah. Deyir ki, hətta deyir, heç kəs deyir, bir dənə belə dəlil gətirə bilməz ki, cəhalət üzr deyil. Dəlil olaraq deyir, dəlil gətirə bilməz.
ki, cəhalət üzür deyil. Bunu da kimsə gətirə bilməz. Bunu kim iddia eləyir? Mən iddia eləmirəm bunu. Bunu Şeyx İbn Hüseymin rahimehullah deyir. Hətta Şeyx İbn Hüseymin rahimehullah Kəşf-ü Şübhətin şərhində Şeyx Muhammed ibn Abdülvahabın kitabı Kəşf-ü Şübhətin şərh edərkən 35-ci səhifədə və ondan sonraki səhifələrdə bu məsələdən danışır. İbn Teymiyyənin gətirir ki, İbn Teymiyyənin Şeyx Muhammed ibn Abdülvahabın sözü deyir, cəhalətin üzr olması rəyidir. Açıq aydın bunu təkrar edir. Və bu barədə 20 səhifədən artıq danışır. 20 səhifədən artıq danışır, nəqillər gətirir və cəhalətin üzr olmasını isbat edir. Və deyir ki, İnnəl xilafə fi məsələtil udr bil cəhl min cinsil xilaf fil məsail fiqhiyyə. Bunu da Məcmu Fətavasında 2-ci cild 130-cu səhifədə deyir ki, 130-cu səhifədə deyir ki, cəhalətin üzr məsələsi, cəhalətin üzr olmaması məsələsində olan ixtilaf fiqhi məsələlərdə olan ixtilaf növündəndir. Onun kimi bir şeydir. Çünki bu fiqh kitablarında əslində keçirdi, bir də usul kitablarında keçir. Və həmçinin bunu təqrir edən alimlərdən biri də Muhammed Əmin Əməncəmi rahimehullahdır. Əs-İlətül Kuveytiyyə kitabının ilk müqəddiməsində 3-cü səhifəsində bundan danışır. Həmçinin Şeyx Muqbil rahimehullah Gharatül Əşrita alə əhlil cəhl və Səfsata kitabının 2-ci cild 296-297-ci səhifələrində bunu gətirir ki, məsələdə ixtilaf var. Bu ixtilafın olmasını şeyxin zikr etməkdə məqsədi nədir, qardaşlar? Şeyxin zikr etməkdə məqsədi odur ki, əgər məsələdə ixtilaf varsa, kiminsə haqqı yoxdur ki, qarşı tərəfə ittiham etsin. Əgər məsələdə alimlərin, möhtəbər alimlər cəhaləti üzr görübsə, sən hansı haqla cəhaləti üzr görənə murciə deyirsən? Hansı haqla? Və yaxud cəhmi deyirsən? Hansı haqla? Bu haqqı sənə kim verir? Sənin kimi cəhaləti üzr, sonra deyir ki, biz alimlərin sözünü deyirik. Hansı alimin sözünü deyirsən? Deyir, biz Şeyx Fovzanın sözünü deyirik, Şeyx İbn Bazın sözünü deyirik. İbn Baz, Şeyx Fovzan və hansı alim cəhaləti üzr görənə murciə deyir? Bir dənə Şeyx Fovzanın fətvasını gətirin ki, İbn Hüseyminə murciə deyir. Gətirin, göstərin. Burada bir dənə şey çıxacaq ortaya. O da nədir? Onlar deyəcək ki, siz də bizə təkfirçi deyirsiniz. Cəhaləti üzr gördüyümüzə gəlir. Xeyr, vallahi. Siz mücərrət, məsələn, insan o rəyi götürsə, niyə görə biz deyik ki, biz alimlərin rəyini deyirik, siz alimlərə təkfirçi, xavaric deyə bilmirsiniz, lakin bizə deyirsiniz. Bunların məşhur şübhələrindəndir. Biz alimlərin, xeyr, alimlərin sözünü demirsiniz. Alimlər harada dayanacağını bilir. Siz isə harada dayanacağınızı bilmirsiniz. Alimlər bu məsələnin möhtəbər xilaf olduğunu, ixtilaf olduğunu qəbul edir, bunun əsasında danışır. Siz isə bunun möhtəbər xilaf olduğunu qəbul etmirsiniz. Qarşı tərəfi ircada, təcəhhümdə ittiham edirsiniz. Sizin də zəlalətiniz buradan ortaya çıxır. Möhtəbər bir xilafda qarşı tərəfi ittiham edirsiniz. Və namazın tərki məsələsində adi. Namazın tərki məsələsində biz bilirik ki, Əhl-i Sünnənin cümhur alimləri, 4 məzhəbdən 3-ü namaz qılmayanı tərki küfrünün böyük küfr olmadığını deyib səhlənkarlıqda. Lakin bir həmbəllərsə böyük küfr olduğunu deyir. Lakin siz elə davranırsınız ki, məsələdə icma var, ixtilaf yoxdur, əksir deyən nə olur? Əhl-i Sünnənin mənhəcindən çıxır. Yəni, belə davranırsınız. Belə bir davranış yoxdur. Yəni, aydın oldu mu? Niyə görə biz onlara haqlı olaraq xavaric deyirik və onların bizə murciə demək isə haqsızdır? Çünki biz onları cəhaləti üzr görmədiklərinə görə xavaric demirik. Qarşı tərəfi ittiham etdiklərinə görə və ya qarşı tərəfin arxasında namaz qılmadıqlarına görə deyirik. Lakin, məsələn, bizim də tanıdığımız nə qardaşlar var ki, baxırsan ki, o rəydədir, o qədər tələbə yoldaşlarımız olub ki, dostlarımız olub ki, o belə rəydədir, lakin qarşı tərəfin rəyinə də hörmətlə yanaşır ki, bəli, bu ixtilaflı məsələdir, sadəcə mən bu görüşdəyəm, o görüşü götürüb, bu alimlərin görüşünü götürürəm, qarşı tərəfin
rəyinə hörmət edirəm. Eyni zamanda alimlər harda dayanırsa, orada dayanmağı da bilir. Müəyyənə tətbiqdə mütləq şərtlər, maneələrə əməl eləyir. Bu insanla mən səni necə bir tuta bilərəm? O insan, bəli, o insan da bir problem yoxdur. Lakin sən bir rəy kimi götürürsən, sanki bütün rəylər batildir, bir dənə haqq rəy budur və bu da yanlışdır. Hətta biz, yəni şeyx burada düzdür. Təqrir etdi ki, məsələ ixtilaflıdır, əhlüsündə ixtilafdır. Bəli, ixtilafdır da. Lakin bu ixtilaf, belə deyək qardaşlar, yəni məsələni biraz məsələyə real baxsaq, düzdür belə, yəni bu formada demək bilmirəm nə dərəcədə doğru olar. Lakin bildiyimiz bir şeyi deməkdən də çəkinmirik. Bu ixtilafın kökü təxminən son 2 əsrə dayanır. İslam tarixində 12 əsr ərzində cəhalətin üzr olması məsələsində ixtilaf olmayıb. Nəcd alimlərindən qabağa qədər heç kəs deməyib ki, cəhalət üzr deyil. Kimsə bunu iddia edirsə gətirsin. İlk 12 əsrdə 1200 il ərzində bir dənə alimdən gətir ki, 1100 il, 1200 il ərzində bir alimdən gətir ki, bu alim deyir ki, cəhalət üzr deyil. Bunu mənə isbat elə. Bunu gətirə bilmirsən. Sən sadəcə deyirsən, müasir alimləri son 200 il ərzində bəli bunu deyən alimlər var. Bunu deyən alimlər olduğuna görə də alimlər nə deyir? Hə, məsələ ixtilaflıdır. Amma məsələnin əsl kökünə qaytaranda, məsələnin əslində kökündə qədimdə ixtilaf olmayıb. İxtilaf sonradan meydana gəlir. Bu da usulda məruf olan məsələdir. Sonradan meydana gələn ixtilafa alimlər nə deyir? Sadəcə biz bunun çox da dərinə getmirik. Sadəcə bilməniz üçün deyirik ki, 12 əsr ərzində bu rəyin əksini deyən olmayıb. İlk dəfə bunu, yəni son 2 əsr ərzində bunu alimlər deyiblər. Düzünü Allah bilir. Allah azə və cəllə istəyirəm ki, bizi eşidib faydalanlardan eləsin. Eşidib yaxsına tabi olanlardan eləsin. Subhanəkallahumma bihamdik. Şədən də elədən də estəğfiruka və etûbü ileyk.